أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. يا أيها الناس إنا خلقناكم من ذكر وأنثى إنا خلقناكم من ذكر وأنثى وجعلناكم شعوبا وقبائل لتعارفوا إن أكرمكم عند الله أتقاكم وجعلناكم شعوبا وقبائل لتعارفوا إن أكرمكم عند الله أتقاكم إن الله عليم خبير. يا أيها الناس إنا خلقناكم من ذكر وأنثى وجعلناكم شعوبا وقبائل لتعارفوا إن أكرمكم عند الله أتقاكم إن الله عليم خبير. قالت الأعراب آمنا قل لم تؤمنوا ولكن قولوا أسلمنا قل لم تؤمنوا
تؤمنوا ولكن قولوا أسلمنا ولما يدخل الإيمان في قلوبكم وإن تطيعوا الله ورسوله لا يلدكم من أعمالكم شيئا إن الله غفور رحيم. إنما المؤمنون الذين آمنوا بالله ورسوله ثم لم يرتابوا وجاهدوا بأموالهم وأنفسهم في سبيل الله أولئك هم الصادقون. قل أتعلمون الله بدينكم والله يعلم ما في السماوات وما في الأرض والله بكل شيء عليم. يمنون عليك أن أسلموا قل لا تمنوا علي إسلامكم قل لا تمنوا علي إسلامكم بل الله يمن عليكم أن هداكم للإيمان بل الله يمن عليكم أن هداكم للإيمان إن كنتم صادقين. إن الله يعلم غيب السماوات والأرض والله بصير بما تعملون. صدق الله العلي العظيم. اللهم صل وسلم وزد وبارك على رسول الله وآله الأطهار على رسول الله وآله الأطهار محمد وآل محمد. أسأل الله.
أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين وهو خير ناصر ومعين ثم الصلاة والسلام على أشرف الأنبياء والمرسلين حبيب إله العالمين سيدنا ونبينا وحبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد بن عبد الله اللهم صل على محمد صلى الله عليه وعلى آله طيبين الطاهرين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى يوم الدين. İmam Sadiq Aleyhisselamın şəhadət məclisində ağamızın şəhadət münasibəti ilə başda İmam Zaman ağa olmaqla bütün İslam aləminə, əziz xalqımıza və sizə başsağlığı deyirik. Allah ağanın ziyarət və şəfaətindən bizi ayrı salmasın inşallah. İmam Sadiq Aleyhisselam 65 il ömür sürüb və Mənsur Dəvaniqi xəlifənin zamanında, Abbasi xəlifəsinin zamanında zəhərlə şəhid olub, zəhərlə şəhid ediblər ağanı. Və ağanın, bilirsiniz, bizim əksər istər təfsirlə bağlı, istər İslam ideologiyası, əqidəsi ilə bağlı, İstər şəriət məsələləri ilə bağlı bizim əksər kəlamlar, hədislər, izahlar İmam Sadiq Aleyhisselamdan gəlib bizə yetişir və o qədər məşhur olub ki, artıq bizə 12 imamçılara Cəfərilər adı qoyublar ki, İmam Sadiq Aleyhisselamın kəlamları ilə İmam Cəfərus Sadiq Aleyhisselamın kəlamlarına söykəndiyimizə görə bizim adımıza Cəfəri deyiblər və indiyə qədər də Cəfərilər deyirlər. Və elhamdülillahi Rabbil aləmin biz də bu adla şərəf duyuruq, bu adla iftixar edirik ki, Allah elə bizi İmam Sadiq Aleyhisselamın qapısından ayrı salmasın inşallah. Və o sözlərdən mən bu günləri birin seçdim ki, sizlə söhbət edeyim. O da sonuncu sözü ağanın. Ağanın həyat yoldaşı, İmam Sadiq Aleyhisselamın həyat yoldaşı Həmidə xanım nəql edir ki, elə ki, son nəfəsi idi ağanın, İmam Sadiq Aleyhisselamın, o bütün yaxınların əmr elədi ki, mənim bütün yaxınlarımı, bütün qohumlarımı, əqrabamı yanıma topla, onları yanına toplayandan sonra vəsiyyətlərin elədi, ancaq son sözü bu oldu ki, lən yanalu şəfaətənə müstəxifus salah. Bizim şəfaətimizə namazı yüngül hesab edənlər bizim şəfaətimizə yetişə bilməz. Namazı yüngül hesab eləyənə bizim şəfaatimiz şamil olmaz. Namazı yüngül hesab eləyənlər bizim şəfaatimizdən uzaqdılar. Mən bu günləri bu barədə danışmaq istəyirəm sizlə. Əlbəttə, namazı yüngül hesab eləməmək nə deməkdir? Bunun müəyyən qədər xəbərimiz var və sizin də xəbəriniz var. Namazın vaxtına riayət eləmək, namazı əvvəl vaxtda qılmaq, namazın sözlərinə fikir vermək, namazın qiraətini düzgün eləmək, namazın qiyamın, rükusun, səcdəsin, şəriət hökmlərinə əsasən doğru yerinə yetirmək və s. Bura qədərin biz bilirik. Amma İmam Həzrəti Əli Aleyhisselamın istəyirəm namaz barədə bir hədisini oxuyum sizə və orada başa düşək ki, namazın həqiqəti nədir, namazın mahiyyəti nədir. Bu da elə bir kəlamdır ki, Həzrəti Əli Aleyhisselam sonunda belə bir cümlə dedi. Buyurdu ki, mən ləm ya'ləm tə'vilə salatihi hakəzə fəhiyyə xudac. Xudac yəni naqis. Ağa buyurdu ki, bu dediklərim ki var, indi deyəcəm sizə. Mən axırın əvvəldə oxudum ki, biləsiniz ki, nə qədər mühümdür. Ağa buyurdu ki, bu dediklərim, namazın həqiqəti barəsində dediklərimi hər kəs bilməsə, onun namazı naqisdir. Onun namazı xudacdır, yəni naqisdir onun namazı. Yəni, nə qədər mühümdür və ona görə mən bunu seçdim ki, bu günləri inşallah siz əzlərə Həzrəti Əmir əl-Muminin Əli Aleyhisselamın bu kəlamını oxuyun və bununla da biz İmam Sadiq Aleyhisselamın bizim şəfaatimiz namazı yüngül hesab eləyənlərə şamil olmaz kəlamının həqiqətini bir daha başa düşək. Bu oxuyacağım hədis Cabir ibn Abdullah el-Ənsari'dəndir. Bilirsiniz, Cabir ibn Abdullah el-Ənsari
ən uzun ömürlü səhabələrdən biridir. O qədər uzun ömürlüdür ki, Peyğəmbər sallallahu aleyhi və aleyh buyurmuşdu ki, Cabir ibn Abdullah el-Ənsariyə, sən mənim övladlarımdan, mənim adımdan olan imama qədər yaşayacaqsan. Və doğrudan da belə oldu. İmam Məhəmməd Baqir əleyhissalama qədər, 5-ci imamımıza qədər Cabir ibn Abdullah el-Ənsari yaşadı. Və bu həmən adamdır ki, Ərbəyində İmam Hüseyin əleyhissalamı ilk ziyarət eləyən səhabədir. O, həmən Cabir ibn Abdullah el-Ənsaridir. Nəql edir ki, kuntu mə'ə Mevlana Əmirül Muminin. Mən deyir, Həzrəti Əli əleyhissalamla birgəydim. Həzrəti Əli əleyhissalamın yanındaydım. Fərə'a rəculən qaimən yusalli. Həzrəti Əli əleyhissalam gördü ki, bir kişi qiyam halındadır, namaz qılır. Fəqalə ləh, elə ki o namazın qutardı, Həzrəti Əli əleyhissalam o kişiyə dedi, namaz qılana dedi, ya haza, yəni ey filan kəs, ətərifu təvilə salah, namazın təvili bilirsən nədir? Təvil sözü inşallah gələcək, orada izah eləyəcəm sizə təvil. Amma hələlik məndən belə qəbul edin ki, həqiqət, mahiyyəti. Namazın həqiqəti, mahiyyətini bilirsən, ey namaz qılan, fəqalə ləh, Fəqalə, imama cavab verdi, ya Mevlay, ey mənim Mevlam, və həls li salati təvilun qeyrəl ibadə, namazın ibadətdən başqa həqiqəti varmı? Yəni demək istəyir ki, namaz bilirəm ki, həqiqəti budur ki, Allaha ibadətdir, Allaha bəndəçilikdir, Allaha namaz qılmaqdır, Allaha ibadət eləməkdir, bunu bilirəm həqiqəti. Yəni bundan başqa da həqiqəti varmı? Həl li salati təvilun qeyrəl ibadə. Ağa dedi, ey, وَالَّذِي بَعْثَ مُحَمَّدًا بِالنُّبُوَّةِ. Ağa buyurdu ki, bəli, əlbəttə namazın ibadətdən başqa, ibadət hesab olunmasından başqa həqiqəti var. Və and olsun Peyğəmbəri, Peyğəmbər göndərən Allaha. Allah and işdə ağa, bəli var. Və ma ba'asallahu nəbiyyəhu bi əmrin minəl umur illa və ləhu təşabuh və təvil və tənzil. Çox qiymətli sözlərdir, eşidilməli sözlərdir. Ağa buyurdu ki, Allah'ın içəndən sonra Allah Peyğəmbərə hər hansı bir işlə, özə hər hansı, əmrən minəl umur, yəni istisna qoymadı, yəni hər bir göndərdiyi məsələ, namaz olsun, oruc olsun, həcc olsun, zəkat olsun, xumus olsun, cihad olsun və yaxud ticarət məsələləri olsun dində və yaxud hər hansı məsələ. Əmrən minəl umur, hər hansı bir işi Allah ki Peyğəmbərlə göndərdi, onun 3 halı var, təşabuh var, təvil var, tənzil var. Nədir bu 3 dənə kəlmədən Həzrət Əlinin muradı nədir? Bunu inşallah icazəvizlə izah edeyim sizə. Təşabuh budur. Təşabuh, burada mütəşabih sözü eşidərsiniz ki, Qur'an ayələrinin bəziləri mütəşabih ayədir. Nə deməkdir mütəşabih ayə? Yəni, bundan o da qəsd olunur, bu da qəsd olunur. Qur'an ayəsinin bu kəlməsindən ehtimal olunur ki, bu mənası da var sözün, bu mənası. Ona deyilər mütəşabih. Ağa buyurur ki, bu təkcə sözə aid deyil, bu təkcə ayə aid deyil. Hər bir ibadətdə də belə təşabuh var. Yəni, sən bəzən elə bilərsən ki, bir əməldən 2 murad olar, bilmərsən onlardan hansı biridir murad. Maşallah, müsəlmanlar nə qədər namaz qılırlar, neçə cürə namaz qılırlar, bilirsiniz. Yaxşı, hansı biri bunlardan həqiqətdir, hansı biri bunlardan Peyğəmbər sallallahu aleyhi və aleyhin gətirdiyidir. İnsan gərək bunu araşdıra, insan gərək bunu öyrənə, insan gərək axtara, insan gərək bu məsələdə dəlillərə söykənə. Bəlkə mən bir ömür namaz qılacam, mənim qıldığım namaz heç Peyğəmbər sallallahu aleyhi və aleyhin buyurduğu kimidir. Ona görə hər hansı bir əməlin təşabuhu var, həcci də belədir, zəkatı da belədir, hər məsələsi belədir. Bu oldu təşabuh, yəni bir əməldən, bir işdən başqa ehtimallar da var, başqa mənaları da ola bilər olsun. Bu təşabuh. Təvil nədir əzizlərim? Təvil sözü bizə indiyə qədər, bəlkə də sizə də elə, əgər kimdənsə soruşmuşsunuzsa bu barədə, təvili bizə belə başa salardılar ki, güya məsələn, hər hansı bir sözün zahiri mənasını yox, batini mənasını qəsd eləsin, niyyət eləsin, ona təvil deyərlər. Amma yox, təvil sözü qaydan məsələ deyil, təvil həqiqətə qaydışdır.
Tavil ərəb dilində əvvəl sözündəndir. Əvvəl bilirsiniz də, biz də deyirik əvvəl. Əvvəl filan kəs gəldi, yəni birinci. Əvvəl sözünün məsdəridir. Əvvələ tavil. Tavil yəni əslə qayıtmaq, əvvələ qayıtmaq, kökə qayıtmaq, həqiqətə qayıtmaq, mahiyyətə qayıtmaq. Ona deyərlər tavil. Ona görə Allah Qur'an-ı Kərimdə nə buyurur? Buyurur ki, Qur'an ayələrinin tavilin yalnız Allah bilir və rasixunə fil elm. Elmdə kök atanlar. Rasix, ərəb dilində rəsəxə bir suyun, torpağın dərinliyinə getməyinə deyərlər rəsəxə. Allah buyurur ki, bəzi insanlar var ki, rasixunə fil elmdir. Onlar elmdə bu cür dərinliyə gediblər. Məlum məsələdir ki, onlar Məhəmməd və Ali Məhəmməddir. Peyğəmbər və Ali Peyğəmbərdir ki, rasixunə fil elm. Yəni, ən bariz misalları, ən aşkar mistaqları, obrazları Peyğəmbər və Ali Peyğəmbərdir rasixunə fil elm. Allah buyurur ki, Qur'anın təvilin, təvil yəni sözlərinin mənası, yox, həqiqətin, əslin, mahiyyətin, olduğu kimin Allah bilir və rasixunə fil elm və elmdə bu cür kök atan, dərin olanlar bilirlər. Ağa buyurur ki, Həzrət Əli əleyhissalam, Allah Peyğəmbərə nə göndərdisə, hansı əmrlə göndərdisə, onun ya təşabuhu var, təşabuh bildiniz nədir? Yəni, başqa ehtimalları da ola bilər, başqa cürə də ola bilər. Təvili var, yəni həqiqəti var, ruhu var, mahiyyəti var və tənzil. Tənzil də yəni nazil olduğu kimi, özü. Tənzil, əməlin özü. Məsələn, indi bunu biz namaza tətbiq eləsək, namaz tənzili Peyğəmbər Salavatullahın qıldığı namazdır. Bu tənzildir. Təvilin indi ağa deyəcək bu kəlamında. Təvil nədir? Yəni, həqiqəti nədir namazın? Bu kəlamda deyəcək indi, bundan sonra başlayır. Təşabuh da namazın, dedim, bənzərləri, nə qədər neçə cürə namaz var. Bu da təşabuhdur. Bu namaza tətbiq eləsin bu cür. Bunu zəkata da tətbiq eləyə bilərsən. Bunu həccə də tətbiq eləyə bilərsən. Bunu digər əməllərə də tətbiq. Bütün əməllərə bu tətbiq olunur. Bütün əməllərin üç halı var. Bir tənzil var, yəni necə nazil olub Peyğəmbər Salavatullahdan. Bunu da yadınızda qalsın. Tənzil ancaq Allahın işidir. Tənzil məsələsində Peyğəmbər Salavatullah əleyh və aleyhə də Allah ixtiyar belə verməyib. O ancaq Allahın işidir. Yəni nazil etmə Allahındır. Namaz necə nazil olub Allahdandır. Azan necə nazil olub Allahdandır. İqamə necə buyurulub Allahdandır. Həcc necə buyurulub Allahdandır. Qur'an necə nazil olub Allahdandır. Onun tənzil məsələsi sırf Allaha məxsusdur. Amma təvil, bəli, təvili Allah icazə verir Peyğəmbər və Ali Peyğəmbərə. Elmdə rasix olanlara, elmdə dərinliyə və kökə gedənlərə icazə verib Allah təvili. Yaxşı. Və kullu zəlikə yədullu aləl. O vaxtı Molla Nəsrəddinə gəlirdilər, yazı yazdırırdılar. Molla Nəsrəddin yazırdı. Heç kəs onu oxuya bilmirdi. Sonra məcbur qalırdılar, yenə Molla özünü oxutdururdular. Sonra bir nəfər dedi ki, Molla, sən niyə belə yazırsan axı? Dedi, mən 2 dəfə pul qazandım. Bir dəfə yazanda mənə 1 manat verirlər, ərzəni yazanda. Bir də oxutduranda da 1 manat verirlər. İndi mən də bəzən elə yazıram ki, görürsən ki, tərəs-tərəs olub, özüm də bəzi kəlmələri bilmirəm nə yazır. Yaxşı. Deməli, Həzrəti Əmir əl-Müminin əleyhissalam buyurdu ki, Allah Peyğəmbəri göndərəndə hər hansı bir iş göndəribsə, onun 3 halı var. Təşabuhu var, təvili var və tənzili var. Fəqalələ, indi həmən kişi qayıtdı, Həzrət əleyhissalama dedi, Əllimni ma huvə ya Mevlay. Onda mənə namazın təvilini öyrət ki, ey mənim Mövlam, ey mənim ağam. Madam ki, dedin, namazın təvili var, həqiqəti var, ruhu var, onda öyrət mənə, nədir bunun həqiqəti? Ağa başladı öyrətməyə. Ağa buyurdu ki, fəqalə aleyhissalam, təvil təkbirətikəl ula ilə ihramik. İndi namazda bilirsiniz, təkbirətül ihram namazın birinci vacibatı, niyyətdən sonra təkbirətül ihramla başlayır. Yəni, Allahu Əkbər. Onunla, buna deyirlər təkbirətül ihram. Niyə deyirlər təkbirətül ihram? Yəni, bu təkbiri deyəndən sonra danışmaq haramdır, yəni namazı batil eləyər. Yemək namazı batil eləyər. Bütün onlara haram, yasaq elədiyinə görə onun adına deyərlər təkbirətül
Ehram sözü haram sözündəndir. Yəni yasaq eləyən təkbir. Nəyi yasaq eləyir, qadağa eləyir? Dediyim kimi namazı batil edən işləri qadağa qoyur. O təkbiri deyəndən sonra qurtardı. Allahu Ekber namaza daxil oldu. Bir dəfə təkbirətül-ehram namazda vacibdir, amma 7 dəfə müstəhəbdir. Yəni bir dəfə deyirsən Allahu Ekber, bu vacibdir, başladın namazı. Bismillahirrahmanirrahim, elhamdülillahi rabbil aləmin, başladın namaz qılmağa. Amma bunu 7 dəfə demək müstəhəbdir. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, 3, Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, bu da 3, Allahu Ekber, başladın namaza, bu müstəhəbdir. Hədislərdən, kəlamlardan, tarixdən başa düşülən budur ki, Peyğəmbər və ali Peyğəmbər həmişə bütün namazların 7 təkbirlə başlayıblar. 7 təkbirlə. Ona görə onlar namazı, mən böyük alimlər də görmüşəm, onlar da həmişə 7 təkbirlə başlayarlar. Ona görə burada da ağa izah eləyəndə 7 təkbirin 7-si ilə də izah eləyir, daha biri ilə yox. Buyurdu ki, sənin, indi burada söz çoxdur, vaxt çox getməsin deyə, mən ağanın sözün təbərrük olsun deyə, nurani olsun deyə, bu 7 təkbirin 7-sinin də izahı nədir deyəcəm, amma sonra onu ümumi izah eləyəcəm. Daha kəlmə-kəlmə tərcümə eləməyim ki, vaxt çox getməsin. Ağa buyurdu ki, tə'vilu təkbirət, təbərrük üçün oxuyuram amma ağanın kəlamını. Tə'vilu təkbirətikəl ula ilə ihramik, ən təxturə fi nəfsikə izə qultə Allahu Ekber, min ən yusəf bi qiyamin əv qu'ud. Və fi thaniyə, ən yusəf bi hərəkətin əv cumud. Və fi thalisə, ən yusəfə bi cismin əv yuşbihuhu bi şibhin əv qiyasin bi qiyas, əv yuqasu bi qiyas. وفي الرابعة أن تحله الأعراض أو تؤلمه الأمراض وتخطر في الخامسة أن يوصف بجوهر أو بعرض أو يحل شيئا أو يحل فيه شيء وتخطر في السادسة أن يجوز عليه ما يجوز على المحدثين من الزوال والانتقال والتغيير من حال إلى حال وتخطر في السابعة أن تحله الحواس الخمسة. Ağa 7 təkbirin 7-sində də dedi ki, hər birini deyəndə zehnündən nəyi keçirməlisən? Yəni, onun həqiqəti bunda tamam olur. Birinci Allahu Ekberi deyəndə, ağa Mövlamız Əmirül-Müminin Əleyhisselam bu 7 təkbirlə bütün Allahın sıfat-ı səlbiyyəsini saydı. Sıfat-ı səlbiyyə nədir? Bizdə 2 dənə söz var Allahın sifətlərindən danışanda, əlbəttə zati sifət, feili sifət o ayrı bir mövzudur, ixbari sifətlər ayrı mövzudur. Bir də məşhurdur ki, sıfat-ı subutiyyə və səlbiyyə deyərlər və yaxud sıfat-ı cəmaliyyə və cəlaliyyə deyərlər. Sıfat-ı subutiyyə deyərlər Allahda olan sifətlər. Sıfat-ı səlbiyyə yəni Allahda olmayan sifətlər. Allahda olan sifətlərə deyərlər cəmal sifətləri, yəni gözəl sifətlər. Allahda olan sifətlərə deyərlər camal sifətlər, yəni gözəl sifətlər. Allahda olmayan sifətlərə deyərlər cəlal sifətlər. Sıfatul cəlaliyyə. İndi cəlal nədir əzizlərim? Camal bildiniz, yəni gözəllik. Cəlal nədir? Cəlal ucalıq deməkdir. Amma boyu ucaya deməzlər. Eyibdən uca olana deyərlər, nöqsandan uca olana deyərlər, acizlikdən uca olana deyərlər, zəiflikdən uca olana deyərlər ki, cəlal, ona cəlal deyərlər. Amma əslində elə cəlal da gözəldir, camal da gözəldir. Amma biri eyiblərdən uzaq olduğuna görə gözəldir, o cəlaldır. Biri isə gözəllikləri özündə cəm elədiyinə görə gözəldir, o camaldır. Məsələn, bir nəfər gəlir, bir məsuma, misali adi adama niyə çəkilir? Məsuma. İmam məsumdur, bu cəmaldır, bu gözəllikdir. İmamda xəta yoxdur, eyib yoxdur, nöqsan yoxdur, günah yoxdur. Bu hansıdır? Cəlal. Bu cəlaldır, o eyibdən uzaqdır, o nöqsandan uzaqdır, o xətadan uzaqdır, o günahdan uzaqdır. Buna deyərlər cəlal. Buna cəlal deyərlər. Allahda olmayan sifətlər hansıdır? O sifətlər ki, orada naqislik var, o sifətlər ki, orada ehtiyac var.
acılıq olmaz, susuzluq onda olmaz, o münəzzəhdir. Yatmaq, mürgüləmək, yorğunluq, cismin sifətləri, böyümək, balacalaşmaq, intiqal eləmək, yer dəyişmək, haldan hala düşmək. Bunlar Allah bunlardan münəzzəhdir. Allah bunlardan münəzzəhdir. Hər bir təkbirində 7 təkbirdördür. Hər təkbirində Allahın o cəlal sifətlərin qəsd eləyirsən. Allahu Əkbər, Allah böyükdür. Nədən? Cisim sifətlərindən. Allah böyükdür. Nədən? Acizlikdən. Qadirdir Allah. Allah böyükdür. Nədən? Nöqsanlı. Allah hər birində Allahın o cəlal sifətlərin qəsd eləyirsən, ağa buyurdu. Onda olur namazın təvili. İndi o bəzən adama sual verirlər, biz namaz qılanda fikrimiz bir yerdə qalmır, fikrimiz dağılır. Necə eləyək bunu? Yolu nədir? Yolun ağa deyibdir. İndi bir də adam namaz qılanda bunu düşünə namaz qılar. Allahu Əkbər deyəndə bunu düşünə, Allahu Əkbər ikincidə, üçün. Onun fikri dağılar. Onun fikri dağılar. Onda olar ki, o namaz qılır. Onda olar ki, meyrac ümməti, namaz mənim ümmətimin meyracıdır. Onda olar ki, namaz dinin sütunudur. O namaz bəli, sütun olar dinə. O namazla insan meyrac eləyər. Yüksəkliklər fəth eləyər, mələkut aləmin seyr eləyər. O namazla. Sonra ağa buyurdu. ثُمَّ تَعْوِيلُ مَدِّ عُنُقِكَ فِي الرُّكُوعِ Sonraki rükuda başını uzadır səni. Rükuda belə deyir, boynumuzu ver, uzadır. Ağa buyurdu ki, onun təvili nədir, onun həqiqəti nədir? Təqdur fi nəfsik. Ürəyində bu cür hazır olmalıdır. Zehnində bu cür hazır olmalıdır ki, Âmentu bik vələv zuribət uniqi. İlahi, sənə iman gətirmişəm, hətta boynun vurulsa da belə. Onun həqiqəti odur. Sonra rükudan başını qaldırmaq, onun həqiqəti nədir? Ağa buyurdu ki, İzâ qultə səmi'allahu limən həmidə, elhamdülillahi rabbil aləmin. Rükudan qalxanda demirik, səmi'allahu limən həmidə, elhamdülillahi rabbil aləmini. Bəziləri deyir, bəziləri demir. Amma səmi'allahu limən həmidədən sonra elhamdülillahi rabbil aləmin də müstəhəbdir, gözəldir. Ağa deyir, onun təvili isə budur ki, Əlləzi əxrəcəni minəl ədəmi iləl vücud. Allah məni yoxluqdan varlığa çıxardı. Görürsən, ağanın cümləsi nə qədər dəqiqdir. Demədi, Allah məni yoxdan yaradıb. Nə dedi? Yoxluqdan varlığa çıxardı. Bunun fərqi var. Yoxluqdan var ola bilməz. Amma yoxluqdan varlığa çıxmaq olar. Qoy biraz bunu deyim sizə, biraz artıq deyim, biraz. Çox yox, yormayayım sizi. Deməli, qabaq biz deyərdik ki, Allah insanı əbədi yaradıb. Belə deyir. İnsan ana bətnində, sonra bu dünyaya gəlir, sonra ölür. Ruhu əbədi olaraq ya cənnətdə, ya cəhənnəmdə. Düzdür, əbədidir, xalidinə fiha. Cənnət də əbədidir, cəhənnəm də əbədidir. Deməli, insan da nədir? Bunlar da insanın məskənidir. İnsan deməli nədir? Əbədi. Allah insana əbədiyyət verib. Qabaq belə deyərdim. Amma sonra gördüm ki, yox, Allah insana əbədiyyət verib bu öz yerində və üstə gəlinsin, ələ əzəliyyət də verib. Və bu necə? Əbədiyyəti başa düşdük, əzəli necə? Yəni, həmişə olmuşu. Bəli. İndi sən ana bətnindən niyə başlayırsan ki? Ana bətnindən qabaqda ruhlar aləmində olmuşsan, ruhlar aləmindən qabaq bəsarda olmuşsan, Allahın elmində olmuşsan, yoxsa yox? Allah bilirdi ki, yaradacaq məni, yoxsa yox? Deməli, var olmuşam da, o da bir varlıqdır da, o da bir vücuddur, o da bir mövcudiyyətdir, o da bir var olmadır. Amma Allah elmində. Ona görə dostumuz Həbib Əmini, Allah rəhmət eləsin, Basqallı Həbib Əmini, onun oğlu Zülfiqar bir dənə qəşəng qəzəl yazmışdı bir dəfə, çox xoşum gəldi. Dostumdur, amma hələ görüşə bilməmişik həyatda. Çox xoşum gəldi onun bu sözü, qəzəlində. Var idim mən yox ikən sirri xudadan keçdim.
Dedim Zülfikar qardaş, sən bilmirsən, bu sirri bilirsən. Xəbərin var bundan. Var idim mən yox ikən. Mən yox olanlar necə var ola bilərəm? Var idim mən yox ikən. Bəli, bu dünyada yox idim. Heç mələkut aləmində də yox idim. Amma Allah elmində var idim mən. Allahın elmində var idi. Ona görə var idim mən yox ikən, sirri xudadan keçdim. Ona da sir deyərlər, ya düzdə qalsın. Qabaq deyərlər ki, insanda ya zahir var, ya batin. Zahir bədəndir, batin ruhdur. Amma bu günləri mən sizə deyirəm, insanda 2-dür, 3-dür. İnsanda zahir var, batin var, sir var. Zahir bədəndir, batin ruhdur, sir bizim Allah elmində olan vücudumuzdur, varlığımızdır. Ona sir deyərlər. Sir odur. Rükudan qalxanda, ona görə necə deyirsən ki, Allah bizi yoxluqdan yaradıb? İndi Allah bizi yoxluqdan yaradıb, yoxsa yoxluqdan varlığa çıxardı? Yoxluqdan varlığa çıxarmışa var olmuşsa, sadəcə bu dünyada Allah səni var elədi, mələkut aləmində səni var elədi, sonra qəbr evində səni var eləyəcək, sonra bərzəxdə var eləyəcək, sonra qiyamətdə var eləyəcək, cənnətdə var eləyəcək. Demək, həmişə var olmuşsan, ya onun elmində olmuşsan, ya ruhlar aləmində olmuşsan, ya bu dünyada olmuşsan, ya bərzəx aləmində olmuşsan, ya ahirətdə olmuşsan, insan həmişə olub. Ona görə göründü, Quran nə deyir? Quran nə deyir? Əsas Qurana gərək söykənəndə olur möhkəm. Qurana söykənməsə o söz möhkəmdir. Quran deyir ki, Həl ətə aləl insani hinun minəd-dəhri ləm yəkun şeyən məzkura. Sual verir özdə. İnsan surəsinin 1-ci ayəsi. Tərcüməsi nədir? Allah deyir ki, elə bir dəhr olub ki, dəhrdir özdə, zaman da demir, zamanla dəhrin fərqi var. Zaman bu dünyaya aiddir, maddi aləmə. Maddi aləm zamanla ölçülər. Amma mələkut aləmi, ruhlar aləmi dəhrlə ölçülər. Dayı, məsələn, Cəbrail əleyhissalamı birdən görəndə soruşmayasan Cəbrail əleyhissalamdan ki, sən hansı, neçə yaşın var, hansı zamandan varsan. O gülər adama, deyər, zaman sənə aiddir, mənə aiddir, mən maddi varlıq deyirəm ki. Onu dəhr soruşarsan. Deyərsən, ey Cəbrail qardaşım, ey Cəbrail əleyhissalam, sən hansı dəhrdən mövcud olmuşsan? Dəhr ondan soruşular. Allah Quran gör nə qədər dəqiqdir. Quran demir, Həl ətə aləl insani hinun minəz-zəmən ləm yəkun şeydir. Həl ətə aləl insani hinun minəd-dəhri ləm yəkun şeyən məzkura. Sual verir. Deyir, insan üçün elə bir dəhr, elə bir müddət, elə bir, indi eyb yoxdur da zaman qəbul eləyək də, indi ola bilsin dəhr birinə çətin olar. Elə bir dövr olub ki, insan zikr olunmamış, xatırlanmamış bir şey olsun. Təkrar edirəm ayəni. Təkrar edirəm ayəni. Həl ətə aləl insani hinun minəd-dəhri ləm yəkun şeyən məzkura. İnsan üçün elə bir dəhr olubmu ki, insan orada zikr olunmamış, zikr yəni xatırlanmamış, var olmamış bir şey olsun. Yəni belə bir zaman olub, belə bir dəhr olub, belə bir müddət olub, belə bir dövr olub. Cavabı nədir əzizlərim? Əsla, kəlla. Əlbəttə olmayıb, həmişə mövcud olmuşsan, bütün dəhrlərdə mövcud olmuşsan, amma surətlər dəyişdirmişsən. Surətdən surətə düşmüşsən. Allah elmindən xaric olmuşsan ruhlar aləminə, oradan var olmuşsan bu dünyaya, oradan var olacaqsan və s. və s. və s. Ona görə deyir ki, Həzrəti Əli əleyhissalam o rükudan başını qaldıranda təxtur fi zehnik, təxtur fi nəfsik, zehnində olsun, nəfsində olsun, qəlbində olsun ki, Allah məni yoxluqdan varlığa çıxartdı. Necə mən rükudan əyləndən qalxdım, düzəldim, qamətim düzəldi, sanki o yoxluqdan mən varlığa çıxdım. Yenə təkrar deyirəm, vallah insan doğrudan bunları düşünsə namazda, onun nəinki fikri dağılar, o namazdan əl çəkməz. O namazın ləzzətindən əl çəkməz. Elə ona görə Peyğəmbər sallallahu deyərmiş də, Bilal, ərihnə bis-salah. Dur, azan ver, bizi namazla rahatla. Namazla. Yəni, rahatlıq ver bizə. Biz rahatlıq tapay namazla. Əlbəttə, bu mənada, bu təvil, bu həqiqətlə insan rahatlıq tapır. Yaxşı. Sonra ağa buyurdu ki, və səcdənin təvili nədir? Birinci səcdədir. Birinci səcdədə belə düşün ki, ilahi sən məni torpaqdan yaratmışsan. Alnı və torpağı ona görə qoyursan. Allah bizi xalçadan yaratmayıb ki. Allah bizi kaprondan da yaratmayıb. Allah nədən yaradıb? Plastikdən də yaratmayıb. Torpaq. Səcdə ona görə torpağı olmalıdır. Onun həqiqətini bilməsin, onun nəyə gəldi aldın və qoyacaqsan. Amma həqiqətini biləndə
bilirsən ki, torpaqdan başqa olmaz. Ya torpaq, ya torpaqdan çıxan yeyilməyən, geyilməyən olmalıdır ki, əsli torpaq olsun, əsli kök. Birinci səcdədə bunu düşünməlisən. İlahi, məni torpaqdan yaratmışsan. Səcdədən başını qaldıranda isə və təvilü səcdətül ula ən təqdura fi nəfsik və əntə sacidun minha xələqtəni və rəfə rəsəkə təviləhu minha əxrəctəni və səcdətü saniyə ikinci səcdə və fiyha tuiduni təzədən məni torpağa qaydacaqsa ikinci səcdə. Deməli, namaz etibari əməl deyilmiş, həqiqi əməliymiş. Bu da təzə mövzu açıldı burada. Nə deməkdir etibari əməl, həqiqi əməl? Bizə indiyə qədər deyiblər ki, şəriət etibari elmdir. Fiqh elmi etibari elmi. Etibari yəni şərti. Yəni Allah belə buyurub. Biz də bu cür eləməliyik. Amma bəli, düzdür Allah belə buyurub. Amma şərti olaraq buyurmuyor. Həqiqəti, reallığı bizə xəbər verib. Ki o həqiqət insanı islah eləyər. Sən nə qədər bu elmə şərti elm kimi baxsın, şərti elm nədir? Biraz da deyim. Məsələn, bu bilirsiniz də yol hərəkət qaydaları. Qabağıma işarə çıxır, bilirsən ki, qabaqda məsələn döngə var, sola dönmə var, sağa dönmə var. O şərti olaraq qəbul olunub, o işarə. Birdən o işarənin yerinə başqa işarə kimsə qoysaydı, o olardı. Nə həqiqətlə nə əlaqəsi var ki onun? Sadəcə olaraq belə qəbul olunub. Və yaxud kranlarda görürsünüz də, birində qırmızı olur, birində göy. Fikir vermişsiniz? Qırmızı işıq, isti su üçün, göydə soyuq su üçün. İndi bizdə bilmirəm, ustalar bunu fikir verirlər yoxsa yox, amma əslində bunun üçün qoyulub. Onu qırmızı birini qoyurlar, başına qırmızı nöqtə. Yəni bu isti sudur, o da soyuq su. Şərti olaraq. İndi birdən əgər qara qoysaydılar orada isti su olan krana, nə olacaq? Aləm dağılacaqdı. Şərti. Bu şərti. Amma fiqh elmi, əzizlərim, şərti elm ola bilməz, mümkündür. Allah hər bir əməlin görürsən nə qədər həqiqəti var, mahiyyəti var, ruhu var, canı var əməlin. İkinci səcdəyə gedəndə mənası odur ki, ilahi, məni necə torpaqdan xəlq eləmişdin, ayağı qaldırmışdın, başını qaldırdın, ikinci dəfə öləcəm, yenə torpağa gedəcəm. İkinci dəfə səcdədən başını qaldıranda, qiyamətdə Allah məni təzədən qəbirdən çıxardacaq. Bu iki səcdənin mənası budur. Ona görə bizdə elə bir namaz yoxdur ki, orada bir dənə səcdə olsun. Var belə namaz? Var belə namaz? Bütün namazlarda hər rükətdə neçə səcdə olmalıdır? 2 səcdə olmalıdır. Mənası budur ki, kamil, onda kamil olur. Yaxşı. Sonra təşəhhüddə oturanda fikir vermişsiniz necə otururuq biz? Sağ ayağımızın üstün qoyuruq sol ayağımızın içinə. Belə deyir əzizlərim, sağı qoyuruq solun içinə. Nə üçün? Niyə? Gör, ağa nə deyir bunun təvilin, qurban olduğum? Deyir, və təvilu qu'udikə alə canibikəl əysər və rəf'u rizlikəl yumna və tərhukə aləl yusra. Sağ ayağımı ki, oturanda sol ayağımın içinə qoyursan, təxtur fi qəlbik. Onda da ürəyindən belə keçirginən ki, Allahumma, ey Allah, inni əqamtul haqq və əməttul batil. Mən haqqı iqamə verdim, batili öldürdüm. Sağ ayaq orada işarədir haqqa, sol ayaq batilə. Sağı solun üzərinə qoymaqla demək istəyirsən ki, mən ilahi, mən haqqın yanında olaram, mən batilin yanında olmaram heç vaxtı. Əqamtul haqqa və əməttul batil. Və təşəhhüdün nədir bəs həqiqəti? Elhamdülillah, əşhədu ən la ilahə illallah, vəhdəhu la şərikə ləh, və əşhədu ənə Muhammədən abduhu və rəsuluh, Allahümmə salli alə Muhammədin və ali Muhamməd. Bu təşəhhüdün bəs mənası nədir, həqiqəti nədir? Ağa buyurdu, təvilü təşəhhüdikə, təcdidül iman, imanı təzələmək. Görürsə, kəlmə-i şəhadət var orada, imanı təzələmək. Və muavidətül İslam, İslama öyrəşmək. Muavidə yəni öyrəşmək, muavidə vərdiş eləmək. Amma kör-körana vərdiş yox, dərk edərək. Vəl-iqrar bil-bə'si bə'dəl-mevt və ölümdən sonra diriliyə işarədir bu.
Amma salamların təvili nədir? Əssalamu aleykə əyyuhən nəbiyyü və rəhmətullah və bərəkatuh. Əssalamu aleyna və alə ibadillahi salihin. Əssalamu aleykum və rəhmətullah və bərəkatuh. Bunun təvili nədir? Ağa buyurdu ki, və təvilu qiraəti təhiyyat təmcidur Rəbb subhanahu və təzimuh. Amma qalə zalimun. Ağa buyurdu ki, salamların mənası budur ki, sən Allahı təmcid edəsən. Yəni, mənim Rəbbim o insanlar ki, Allaha yaraşmayan sifətləri nisbət veriblər, onların dediklərindən Allah münəzzəhdir, Allah ucadır. Və nəətəhul mulhidun, dinsizlər ki, Allaha ucur sifətlər verir, biri onu bütdə hulul elətdirir, biri onu insanda hulul elətdirir, biri. Və təvilu qovlik, amma sonuncu salam ki var, Əssalamu aleykum və rəhmətullah və bərəkatuh, tərəhhüm anillah subhanahu və teala, fəmə'naha hâzihi amanun ləkum min əzabi yevmil qiyamə. İnsanlar üçün aman diləyirsən ki, qiyamət günü Allahın salamı, rəhməti və bərəkəti olsun bütün insanlara. Bunları deyəndən sonra ağa buyurdu ki, Sümmə qalə əmirul müminin, mən ləm ya'ləm təvilü salatihi hakəzə fəhiyyə xudac. Hər kəs bu dediklərim kimi namazın təvilin, həqiqətin bilməsə, o naqisdir, onun namazı naqisdir. Allahın və izzətinə, cəlalına Allah bizi kamil namaz qılanlardan qərar versin inşallah. Bu izahdan sonra Həzrəti Əmirəl-Müminin əleyhissalamın bu kəlamından sonra İmam Sadiq əleyhissalamın son vəsiyyətini insan başa düşür ki, ağa buyurdu ki, lən tənalu şəfaətuna müstəxiffəs salat və yaxud lən yanalu şəfaətuna müstəxiffəs salat. Namazı yüngül hesab eləyənlər, yəni namazı həqiqəti ilə qılmayanlar bizim şəfaətimizə şamil olmayacaqlara, malik olmayacaqlar. Onlar həmən şəfaətə Allah bizi ağamızın şəfaətindən və ziyarətindən ayrı salmasın inşallah. İmam Sadiq əleyhissalamın həyatı başdan ayağa əzablandır, əziyyətləndir, zülümləndir, məşəqqətləndir. Ağa bu cür olmuyor belə Mədinədə. Biz bəziləri təsəvvür edirik ki, ağa ilə Mədinədə oturub mədrəsə yaradıb, dəstəyib uşaqlara. Yox, belə o deyil. Ağanı əlbəttə İmam Sadiq əleyhissalamın zamanı artıq imamət zamanı, artıq Bəni Abbasi xəlifələrinin dövrünə düşdü. Baxmayaraq ki, ağa 4-cü imamın zamanında hələ dünyaya gəlmişdi. 4-cü imam. Ağa 4-cü imamı görüb, təqribən səhv eləmirəmsə 12 yaşı olanda İmam Zeynalabdin ağa babası dünyasını dəyişib, sonra İmam Baqir əleyhissalamın zamanı başladı və İmam Baqir əleyhissalamın zamanında bilirsiniz ki, Bəni Ümeyyə aradan getdi, Bəni Abbasi hakimiyyətə gəldi və İmam Sadiq əleyhissalamın atası ilə Bəni Ümeyyə zamanında yaşasa da öz imamət dönəmi sırf Bəni Abbasın zamanına təsadüf eləyib. Və iki xəlifə ilə zamanında yaşayıb, biri Səffah ki, o qədər qan tökmüşdü, onun ləqəbi ilə Səffah qaldı, yəni qan tökən. Yəni, maraqlı bundadır da, İslam və müsəlmanların xəlifəsi olasan, amma ləqəbin Səffah ola, qan tökən. Bu ləqəblə məşhur olasan. Və ikinci isə Mənsur Dəvaniqi. Mənsur Dəvaniqi də bilirsiniz, Dəvaniq ona niyə dirdilər? Dəvaniq, daniq sözünün cəmidir ərəb dilində. Ərəblərdə bilirsiniz də bir dirhəm olardı, bir dinar. Dinar qızıl pula deyərdilər, dirhəm gümüş pula. Daniq və nə idi? Daniq də qəpi idi, qəpi. Qəpiyə ərəblər qədimdə daniq deyərdilər. Dəvaniq yəni qəpiklər. Buna niyə Mənsur Dəvaniqi deyirdilər? Deyirdi, bu insanlarla rəftar eləyəndə qəpiyə qədər, o bizdə üzr istəyirəm bu sözümə görə, amma burada yeridir, gərək deyəsən, o simic adam deyirlər, simic adam. Yəni qəpiyin də söhbətini eləyir. Ona görə bunun da ləqəbi qaldı Mənsur Dəvaniqi. Elə bu cürdə məşhur oldu. Mənsur Dəvaniqi bəziləri 7 dəfə tarixçilər yazır, bəziləri 5 dəfə İmam Sadiq əleyhissalamı öldürməyə cəhd elədi. Və hətta Fəzl ibn Rəbi atasından nəql edirdir ki, günlərin birində atam dedi ki, məni göndərdi Mənsur Dəvaniqi, get İmam Sadiqi gətir gələn, Allah məni öldürsün əgər onu öldürməsəm. Yəni belə bir dənə söz də dedi. Dedi, Allah məni öldürsün əgər onu öldürməsəm. Yəni çağır İmam Sadiqi, onu indib öldürəcəm. Fəzl ibn Rəbi deyir ki, mənim atam getdi İmam Sadiq əleyhissalamı çağırdı. İmam Sadiq əleyhissalam daxil oldu Mənsur Dəvaniqinin olan da indi sarayda otururdu.
Daxil oldu saraya, Mənsur Davaniqi durdu ayağa, öz yerini göstərdi, imama əyləşdi. Nə var, nə yox imama dedi. İmam dedi ki, heç nə, Məkkə və Mədinədə cəmaatın haqqı verilmir. Onların haqqını ödeyin. Niyə haqlarını vermirsiniz? Dedi, baş üstə əmr eləyərəm, verərlər. Fəzl Rəbi deyir ki, atam deyirdi ki, İmam Sadiq əleyhissalam saraya ilə daxil olanda dodaqları tərpənirdi, zikr eləyirdi. O ki, belə demişdi axı, Allah məni öldürsünə görə onu öldürməsən. İmam ki, belə çıxdı onun sarayından, Fəzl ibn Rəbinin atası da yaxınlaşdım ona. Dedim ki, sən nəyi oxuyurdun? Dedim, mən Cəddim Hüseynin oxuduğu duanı oxuyurdum. Hansı duadır o dua? Bu dua deyərlər Cünnətül Əvliya, yadınızda qalsın. Yəni, Allah vəlilərinin qalxanı, zirehi, cünnə zirehdir. Cünnə, cənnə yoxa, cənnət cənnətdir. Amma cünnət ərəb dilində qalxana deyərlər, zirehə deyərlər. Cünnətül Əvliyadır bu duanın adı. İmam Hüseyin əleyhissalamın duasıdır bu dua. Dua belədir, oxuyuram bir dəfə, sonra kim istəsə ona verərəm. Allahümme ya uddeti inde şiddeti ve ya gavthi inde kurbeti ehrisni bi aynikelleti la tanam veknifni bi ruknikellezi la yuram verhamni bi kudretike aley fela uhlek ve ente recai Allahümme ente ekber ve ecel ve akder mimma akhaf vahzir Allahümme bike edra'u fi nehri ve estaizu bike min şerri İnnəkə alə kulli şeyin qadir. Bu dua deyərlər Cünnətül Əvliya. Allah və kimin kədəri olsa, qəmi olsa, dərdi olsa, qorxusu olsa, təhlükə olsa, bu duanı çox zikr eləsə, o qorxudan amanda qalar. İndi əcəl gələndə, əlhamdülillah, əcəl gələndə ləbbeyk. Hər bir insan dünyadan köçəcək, kullu nəfsin zaiqətul maut. Amma nə qədər əcəl gəlməyibsə, heç bir qorxu insana təsir eləyə bilməz. Yaxşı. İmam Sadiq əleyhissalam dedi ki, mən bu duanı oxuyurdum, Cünnətül Əvliyanı. Və imamın Mənsur Davaniqi bir dəfə qəzəbləndi, dedi ki, bu Cəfər ibn Muhammed, indi İmam Sadiqi deyir, bu Cəfər ibn Muhammed bu geniş dünyanı daraldıb mənə. Dedilər, neyniyib sənə bu geniş dünyanı daraldıb? Dedi, insanların bədənlərinin xəlifəsi mənəm, amma insanların qəlblərinin, ürəklərinin xəlifəsi odur. Yəni, insanların ürəkləri ona meyl eləyir, mənə meyl eləmir. Və göstəriş verdi Mədinə valisinə ki, ağanın evin yandırın. İmam Sadiq əleyhissalamın evin yandırın. Amma o ürək ağrıdan budur ki, bəzi tarixlər yazırlar ki, o zaman Mənsur Davaniqinin bu göstərişin yerinə yetirən Həsən İbni Zeyd İbni Həsən olub. Yəni, İmam Həsənin nəvələrindən olub biri. Yəni, ağanın elə öz əmisi oğlu olurdu. Çox təsirləndiricidir. Və hətta bu da var ki, ağa son vəsiyyətində bir miqdar məbləğ dinardan, dirhəmdən ayırdı. Dedi, bunu aparıb ona verərsiniz. Həmən əmoğluya. Dedilər ki, ağa, o axı, cinayət edib sənə qarşı evi yandırıb, o sənə əziyyət verib həmişə. Sənin yanıba gələnlərin xəbərini aparıb çatdırırdı ki, kim gəlir sənin yanıba, kim gedir. Ağa dedi ki, istəyirsə o qohumluq əlaqəsini kəsib, mən də qohumluq əlaqəsini kəsim. Ona görə Allah bizim ata-babalarımıza rəhmət eləsin. Qəbirləri nurla da. Ona görə sevibləri Peyğəmbər və Ali Peyğəmbəri. Bu gözəllikləri görüblər, aşıq olublar. Bu insanı necə sevməyəsən? Deyir, siz məndən də bunu gözləyirsiniz. O qohumluq əlaqəsini kəsib. İstəyirsiniz ki, mən də onun kimi olum. Mən elə olmayacam. İmam Sadiq əleyhissalamın evin yandırdı, dəhlizin qapısını yandırdı. Ağa əbasını çıxartdı öz əbası ilə. Əba buna deyərlər, bu kürəyə atın. Əbanı götürdü, başladı o odu söndürməyə. Amma deyir, söndürə belə deyirdi ağa. Deyirdi ki, Ənə ibnu a'raqı thəra. Sən nə qədər böyük sözdür bu söz. Amma vaxt yoxdur, da məni bağışlayın. İnşallah. Allah sizə də, bizə də ömür versin. Gələn dəfə nə vaxt İmam Sadiqin adı ilə bağlı məclis olsa, orada bu kəlməni izah eləyərəm.
Ağa dedi ki, Ənə ibn a'raq səra. A'raq, irq sözünün cəmidir, əsl, kök deməkdir. Səra isə yer, yer kürəsi. Ona səra deyərlər, səra. Ənə a'raq səra, bilsən nədir? Mən yerin kökünün, əslinin oğluyam. Məlumdur ki, burada İmam Sadiq əleyhissalam Peyğəmbəri qəsd eləyir. Həzrəti Fatimə-tü Zəhranı qəsd eləyir, Həzrəti Əlini qəsd eləyir. Məlum məsələdir bu. Amma niyə onları a'raq-ı səra adlandırır? Yəni usulul ərz, yəni yerin kökü, kökləri, yerin əsli. Niyə? Nə əlaqəsi var? İnşallah bu qalsın soruya. Ağa söndürə-söndürə belə deyirdi. Dedi, Ənə ibn a'raq səra. Ənə ibn Fatimə-tü Zəhra. Mənəm Zəhranın oğluyum. Mənəm Peyğəmbərin oğluyum. Mənəm və ənə ibn İbrahim Xəlilullah. Və Allah dostu İbrahimin. Burada alimlər qəşəng təliq verirlər bu hədisə. O cümlədən Kafiyə şərh yazan alimlər Mazandarani da şərh yazıb. Ən yaxşı şərhlərdən biri də Kafiyə Mazandarani şərhidir. Deyir ki, ağanın orada fikir ver, gör kimlərin adını çəkir. Biri həqiqətin deyir, o qalsın soruya. Amma İbrahimin adını çəkir, İbrahim Xəlilullah, Allahın salamı olsun ona. İbrahim Peyğəmbəri o da atmadılar, Allah qorudu. Onu elə belə demir, mən İbrahimin oğluyam. Və mən Zəhranın oğluyam deyəndə də qəsd edir xanım. Xanım Zəhranın qapısının yanmasına işarə edir. Bəli, bu qapı yanmaq yəni bizdə birinci döyür. Bu qapı yanmaq bizdə birinci döyür. Hələ bundan qabaq da bizim qapımız yanıb, yandırıblar. Eşidənlər eşitdilər ki, ağanın evi yandırılıb, tez qaçdılar, amma onda çatdılar, gördülər, ağa söndürüb ateşi. Söndürüb ateşi. İndi bir də mənə baxın, burada hamımız kövrələcək. Ağa oturub, evin qabağında, təsəvvür elə də, evin qabağında əyləşib, ayaqlarını da belə aşağı salladıb və möhkəm amma ağlayır, hönkürtü ilə ağlayır. Bu gələnlər ki, Mədinədə xəbəri eşidənlər gəldilər ağaya, Peyğəmbər balası, sən ki belə hönkürtü ilə ağlayırsan, uşaqlara ziyan dəyib, odda yanıb kimsə, dedi, yox. Ağlaya-ağlaya, dedi, yox. Xanımlar kimsə yanıb, ağa dedi, yox. Kiməsə zərər dəyib, dedi, yox. Nə olub ağa, dedi, dəhlizlə qapı yanırdı, söndürdüm. Amma bu cür ağlamağımın səbəbi nədir? Dedi, elə ki, qapıma od vuranda, evdə uşaqlar o otaqdan bu otağa qışqırıb qaçırdılar. Yadıma Aşura günü bibim Zeynəb düşdü. Yadıma Aşura günü bibim Zeynəb düşdü. Xeymələrə od vuranda. Amma bir dənə fərqi var bunun. Valla fərqi var, yenə fərqi var. Yenə Kərbala əl çatmaz oldu. Yenə Kərbala misli olmayan oldu. Yenə Kərbala bənzəri olmayan oldu. Bilirsən orada? Burada uşaqlar otaqdan otağa qaçdılar, oddan qorxdular. Amma heç kəsin ətəyi yanmadı. Amma orada Rüqəyyənin ətəyi yanırdı. Orada xanım Zeynəbin çadrası yanırdı. İmam Sadiq əleyhissalama zəhər verəndə ravi deyir ki, daxil oldum ağaya son nəfəsində ağanın yanına. Bu söz məni elə öldürür, bu söz. Amma bunu nəsə demirlər, ağadan danışanda ağanın şəhadətindən. Amma yazıb tarixlər bunu. Deyir ki, baxdım ağaya, gördüm ləm yəbqə illa rəsuh. Dedi, gördüm bir dənə başı qalıb. Nə sözdür bu söz? Yəni, o qədər əriyib, tökülüb ağa zəhərin təsirindən. Ləm yəbqə illa rəsuh. Ağanın bir dənə başı qalıb. Deyir, elə ağanı elə gördüm, dözə bilmədim, başladım ağlamağa. Deyir, ağa mənə dedi ki, niyə ağlayırsan? Dedim, necə ağlamayım? Səni bu halda görürəm, necə ağlamayım? Ağa, səni bu şəkildə görürəm, necə ağlamayım mən? Dedi, ağlama mənə. Ağlama mənə. Niyə ağlamayım? Dedim, mən can verirəm, amma evimdəyəm. Mən can verirəm, yaxınlarım ətrafımdadır. Ağlayırsınızsa, Cəddim Hüseyni ağlayın. Mevla şehadetinde ağlam ağla. Bu
ateşi esine doğulur. Yasaklayıp sana meleyler, erşi Xudaya qarab oğlar. Söndüreyim ışıkları. Mevla, düşman seni edibdi mazmun, Zahra olup bu qəmdə məğmum, Qurban senin qəmi və moyla, sana feda imam mazlum. Ağam, 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 vay. Ağam, 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 vay. Hamı məndən deyək, ağam, 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 vay. Uca, ağam, ağam, vay. Ağam, 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 vay. Mevla, feda o qəbri biçrağa, necə dözüm belə fərağa. Bəqidə qərib yatıbsan, şiə gərək ölə bu dağa. Mevla, qəbrün əgərçi bir hərəmdir, bişəm idi qəribə qəmdir, adın olub hək sinəmizdə, şiə hami sənə xədəmdir. Ağam, 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 vay. Hər yerdə ləşibsən uzadı. Ağam, 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 ay. Ağam, 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 vay. Mevla, heç qəm Hüseyin qəminə çatmayaz, heç gün Hüseyin tək böylə batmaz. Başsız qalıbdı qətligəhdə, heç belə heç kim yaralı yatmaz. Mola, ağam, 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 vay. Ağam, 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 vay. Ağam, 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 vay. İmam-ı Sadiq edib qəm ilə tərk dünyanı, əzanişin eləyib əhl-i beyt-i tahan. Baxıb balalarına son nəfəsdə yumdu gözü,
Ki yəni getdim edimdə Cəhdi əbani Yumub o gözləri ki Daimən o gözlər ilə Baxıb ləbi ilə tilavət edərdi Qur'ani Yumanda gözlərini dadə gəldi alimam Uzaldı göylərə Ali Resul-i Əfgani Balası Musa-i Cəfər edibdi quslu kəfən Bəqiyyə həml eləyib nəşi elmi dəryani Sezaydı şiyeler öz başına səpə torpaq Neçün veribdilər əldən əzizim olanı Şikəstə hal ilə Allah qonaq idi gələn Tut ehtiram ilə bu dil şikəstə memani Cənazəni gətirdilər bəqi qəbristanına Ay ziyarət eyləyənlər Kənarı qəbridə tabutunu qoyubla yerə Göz istəyir gölə halı İmam-ı Musani Görənə halətlər əl üzür atasından Qoyur məzarə elə gənci elmi dəryanı Silərdi göz yaşını şişiyələr məhəbbət ilə Verərdiler ona min mehr ilə təsəllanı Gələydi şiyelərə kaş o Kərbəla çölünə Gələydi şiyelərə kaş o Kərbəla çölünə Görərdiler o biyabanda şuru qavğanı Gəzib o qanlı biyabanı o çukur yerdə Görərdiler tər məzrun şayət canı Neyləyərdilər İmam Musa-i Kazım'a baş sağlığı verən oldu Əlindən tutan oldu Amma tapıb verərdiler təskin İmam Səccadə Bir nəfər gəlib əlindən tutmadı Demədi imamın başın sağ olsun ayağı Her yerde sen uzadın ya Hüseyin Alıp eraya məhəbbətle o məəzzani Sileydiler o garip ağlayanda gözlerini Sileydiler o garip ağlayanda gözlerini Aleydiler ürəyindən qəmi firani Belə deyərlər İmama imam qusunu verər İmam kəfən eləyər Aziz ustadım seyyidi işarə verdi İmama imam qusl eləyər, imam dəfn eləyər İmam Hüseyin ağanı dəfn eləyəndə Balası İmam Səccad ağa Gördülər ağanın sinində bir yara var Soruşdular ağacan Bu yara nizə yarasına oxşamır Bu yara ox yarasına oxşamır Bu yara kılıç yaresine oxşamır
Onda gördüler İmam-ı Səccadəyə başını saldı aşağı ilə yana yanarlar. Dedi atam geceler bu küfelilere yemek yedirerdi. Çiğni yara olan atamla. Ay can verende gözlerim bağlayan olmayan atamla. Belədir da adam can verende əzizin aftarar. İmam-ı Səccad ağa İmam-ı Sadiq aleyhisselam can verende onun gözlerini bağlayan oldu. Cenazesi yerde kalmadı. Ama İmam Hüseyin aleyhisselam 3 gün 3 gece kaldı. Gün altında kaldı o yarəli bədəni. Ama bilmirəm bu yanmaqda ne var, bu kapının yanmağında ne var. İmam Sadiq aleyhisselamın evin yandırdılar. Ağa işare verdi, kurban olun. Hazreti Hanım Fatıma-i Zəhra salamullahi aleyhanın qapısı yandı. Bu yanmaqda bilmirəm nə illət var, amma Kərbəlada da bir qızın ətəyi yandı. Xeymələr yananda Hazreti Rüqəyyənin də ətəyi yandı. Allah bu yanmaqda nə var, bu yanmaqda nə var? Xeymələrə də od vurdular, xeymələrə də od vurdular. Amma İmam Hüseyin aleyhisselam o yaralı halında Allah heç kimi əlsədə tək qoymasın. Allah heç kimi adamsız eləməsin. Allah heç kimin köməyin əlindən olmasın. Allah can verəndə başımızın üstündə əzizlərimizi əlimizdən almasın. İmam Hüseyin aleyhisselam o qanlı gözlərinə baxdı Nəhri Yəlqəmə, belə uca səsdən əbəlbəz arxam elim əbəlbəz sıddı belim əbəlbəz ay qəhrəman əbəlbəz yar yoldaşım əbəlbəz üzün dolandırdı xeymələr səmdinə ay bala Əli Əkbər balam gəl yıxılmışam ay bala ay bala ay bala. Her yerde ya Hüseyin demişəm ya Hüseyin sana. İndi yaman günümdür əlimdən yapış Hüseyin. Bu qəbri cuşəsində qəribəm, adamsızam. Buradan nə qoxum dərdə dəyər, nə tanış Hüseyin. Bəlkə də biz bu məclislərin ləzzətini indi bilmərik. Amma o zaman ki bizi qoyarlar qəbir evinə. Nə ata qalar, nə ana qalar, nə balaların qalar, nə qardaş qalar. Bu məclisdə o ağladığın göz yaşları satar sənin imdadına. Qorxum budur Hüseyin, karıxdıralar qəbirdə məni. Lütf eylə gəl, özüm bu işə bir qarış. Ağa, hər yerdə mən sənin əvəzindən danışmışam. Hər yerdə mən sinəmə vurmuşam. Demişəm mən Hüseyin sənin əzadarım. Hər yerdə mən sənin əvəzindən danışmışam. Bu qorxulu gecədə, bu tənha gecədə gəl mənim əvəzimdən bir dəfə danışdınam. Bu mənim əzadarım. Bu mənim ağlayanım olur. Bu mənim ərbəyinimə payı piyada gələnim olur. Ya Əbu Abdullah, o qədər həslər qalmışıq Kərbəlaya. Ürəyimiz patlayır deyərdim, şan Kərbəla dolu edim bu gecə. Dolan edim o altı quşar qəbrin başına, deyərdim Hüseyin, sənə balalarım qurban ata balam qurban səs verin ya Hüseyin.
Ağa gel. Ya Ebu Abdillah Bergatilane Ebu Abdillah Hüseyin Taberuz el-Qiyam Qiyamet Müdam lanet Ay bahta sübhatsındı Zeynep Neba'ya geldi Zeynep Neba'ya geldi Zehra dedi Hüseyin vay Alem sedaya geldi Alem sedaya geldi Ay bahtı sübh asıldı Ay bahtı sübh asıldı Zeynep Neba'ya geldi Zeynep Neba'ya geldi Zehra dedi Hüseyin vay Alem sedaya geldi Alem sedaya geldi Mazlum Hüseyin'im ey vay Mazlum Hüseyin'im ey vay Mazlum Hüseyin'im ey vay Mazlum Hüseyin'im ey vay Sen de dinen Mazlum Hüseyin'im ey vay Mazlum Dur ayak üstesine bak haş etme Durak ayakla inşallah Mazlum Hüseyin'im ey vay Mazlum Hüseyin'im ey vay Çün yıktılar atından Sultan-ı teşne kamil Dünyaya oldu eran Kutlel Hüseyin peyami Cennatiden eşitti Peygamberi kirami Neleyin siz Abbasiz Kerb و belaya geldi Mazlum Hüseyin'im ey vay Mazlum Hüseyin'im ey vay Ve Hamd Hüseyin mazlum Ay maşallah Mazlum Hüseyin'im ey vay Sen de Mazlum Hüseyin Nuri hak oldular Ömer Aşsız kalan bedenden Rasi Hüseyin mazlum Sernizeye gedende Bağdi siyah Hasan'da Yel zelzele edende Sandı nizam-ı dünya Haddi fanaya geldi Mazlum Hüseyin, Mazlum Hüseyin'im ey vay Mazlum Hüseyin'im ey vay Mazlum Hüseyin'im ey vay Mazlum Hüseyin'im ey vay Bir de uza Mazlum Hüseyin Kerbela'da diyesen Mazlum Hüseyin'im ey vay Mazlum Hüseyin'im ey vay Mazlum Hüseyin'im ey vay Bir xırda kız kaçırdı Tutmuş alov Abbasi Bir xırda kız kaçırdı Tutmuş alov Abbasi
مردی یهودی tuttu خاموش edip libasin Gəhdi ələ Hüseynin dilbəndinin rizasin Əhsən o şeyxə müşkül Vaxtə hər aya gəldi Məzlum Hüseynim ey vay Məzlum Hüseynim ey vay Məzlum Hüseynim ey vay Məzlum Hüseyin Bundan da olsa ne kadar sesim vardı Məzlum Hüseynim ey Ağam 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 Məzlum Hüseynim ey vay Məzlum Hüseynim ey vay Zəhra gəzərdi gündüz Əsraf-ı manzərada Ta Küfəyə Hüseynin Getdi başı zidana Nəşi Hüseyni akşam Başsız koyup ərada Nəşi Hüseyni akşam Başsız koyup ərada Gün batacağın o xatun Mətbəx saraya gəldi Məzlum Hüseynim ey vay Məzlum Hüseynim ey vay Məzlum Hüseynim ey vay Bir də uca Nimey baga 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 Nimey vay ay Məzlum Hüseynim ey vay Ya İmam-ı Zaman şiada ehsasa bak Ya İmam-ı Zaman şiada ehsasa bak Cilve-i parçamı Hazreti Abbas'a bak Cilve-i parçamı Hazreti Abbas'a bak Oldu qollar qələm Ta ucalsın ələm Oldu qollar qələm Ta ucalsın ələm Ya Əbəlfəz Ya Əbəlfəz Ya Əbəlfəz Pezər Fatimə Ey hamının sərvəri Kimdir səndən sonra eşqimizin davəri Sinə zənlər salar yada uzun əlləri Sinə zənlər salar yada uzun əlləri Oldu qurban edin gülü ümmül bənin Ya Əbəlfəz Ya Əbəlfəz Ya Əbəlfəz Bilir aləmlərə padişah-ı müntəzər Harda Abbas adı olsa edərsən nəzər Nə olacam əsən baxsan ağa bir dəcəm Hamı istər deyə ah ilə səsləyər Hamı istər deyər ah ilə səsləyər Ya Əbəlfəz Ya Əbəlfəz Ya Əbəlfəz Ya Əbəlfəz Hərəmdən ayrı düşmüşəm Bu həsrət ilə yanmışam Yenə o altı quşəli
zərih üçün darıxmışam. İcazə ver gəlim, doyunca ağlayım. İcazə ver gəlim, doyunca ağlayım. Gözəl məzarımı bir də qucaqlayım. Gözəl məzarımı bir də qucaqlayım. Səslərəm can ağa, can ağa, can ağa. Səslərəm can ağa, can ağa. Bizə ver Kərbəla, 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 Kərbəla. Bizə ver Kərbəla, Kərbəla, Kərbəla. Səslərəm can ağa, can ağa. Bizə ver Kərbəla, Kərbəla. Bizə ver Kərbəla, Kərbəla, Kərbəla. Bu qara köynəyə Hüseyn, bir ömrüdür bürünmüşəm. Bir məkləyən zamanıda dalınca mən sürünmüşəm. Bu qara köynəyə Hüseyn, bir ömrüdür bürünmüşəm. İməkləyən zamanıda dalınca mən sürünmüşəm. Sinəmi dağlaram, qarəmi bağlaram. Sinəmi dağlaram, qarəmi bağlaram. Ölüncə ya Hüseyn, sənə mən ağlaram. Səslərəm can ağa, can ağa, can ağa. Səslərəm Səsvə qurban. Bizə ver Kərbəla, bizə ver Kərbəla, Kərbəla, Kərbəla. Bizə ver Kərbəla, Kərbəla. Bir də uca səslərəm can ağa, can ağa, can ağa. Səslərəm can ağa, can ağa, can ağa. Bizə ver Kərbəla, Kərbəla, Kərbəla. Bizə ver Kərbəla, Kərbəla. Bar ilahi məni qəm tirinə amac eləmə. Mərifət məsli meyxanədən ixrac eləmə. Bir özün, bir də Hüseyndən sonra dünyada bizi, nə fəqət düşmənə heç dosta da möhtac eləmə.